mədənin bir başqa xüsusiyyəti də odur ki, mədən real sərvəti özündə ehtiva edir. Ona görə də icazə verin bu sualı verim. Qarabağ və Şərqi Zəngəzurdakı həmən erməni şirkətlərinin apardığı qanunsuz istismar nəticəsində Azərbaycana təqribən nə qədər ziyan vurulub? Bunun bir rəsmi rəqəmi varmı? Və məsələn, siz az öncə qeyd elədiniz Azərbaycanın yeraltı sərvətləri, filizlər, filiz yataqları, mismobildən yataqları və s. Bunlar hamısı Qarabağda var. Bax, oradan nə qədər sərvət daşınıbdır Ermənistana? Bunun rəqəmləri, müxtəlif rəqəmlər səsləndirilir kütləvi informasiya vasitələrində. Mütəxəssis kimi sizdə varsa deyin, zəhmət olmasın. Mən öz iştirak elədiyim, misal üçün, Vejnəli Qızıl mədənində necə hesablanır? Azərbaycan fondunda bu qeydiyyatda var ki, burada bir bəlli depozitdə qızıl var. Qızılın deyək ki, 1 tona, 1 kuba düşən suxurun tərkibində nə qədərdir? Mən bütün aparmış hasilatı hesabladım. Neçə min, neçə 100 min kub buradan suxur götürülüb və tərkibində nə qədər? O tullantı boş suxurlar bəlli idi. Və haradasa ortalama 2 ton yarıma qədər Vejnəlidə mənim hesabladığımdan 2 ton yarım. Yəni ermənilər sadəcə Vejnəlidə 2 ton yarım qızıl apardılar. 2 ton yarım qızıl, bəli.